Sırıqlı gödəkçənin dolğusu nədən olmalıdır ki, isti saxlasın? Sırıqlı gödəkçələr qış aylarında və soyuq havalarda əvəzolunmaz bir üst geyimdir. Onların qısa və uzun növləri var, amma əsas onun daxilində nə materialı olması vacibdir. İlk yerdə qaqa quşunun tüküdür, amma o çox isti saxladığı üçün ancaq soyuq ölkələrdə ona böyük tələb var. Daha geniş yayılmış, daha isti olan qaz və ördək tükləridir. Bəzi markalar onlara əlavə olaraq lələklər də əlavə edirlər. Onun 80-20 nisbətində olur və yaxud da ki 90-ın 10% nisbətində də olur. 90-10% daha isti saxlayır, amma 100% olan gödəkçələr daha yaxşıdır. Həm incə olur, həm yüngül olur, həm də istini çox yaxşı saxlayır. Lakin sintetik dolğular da var. Bunlardan Primaloft, Sarana kimi növlərini göstərmək olar. Yaxud da ki poliesterdən olur bu dolğular. Poliester dolğusu olan gödəkçələr daha ağır olur, amma istini o qədər yaxşı saxlaya bilmir. Nəticə olaraq deyə bilərəm ki, qaz tükündən və ördək tükündən olan naylon gödəkçələr həm nəfəs ala biləndir, yəni tərləmir, həm də daha isti saxlayır. Bu da məhsulu dəyərlidir. Gödəkçənin üst materialı və dolğusunun nədən olmasını onun daxilindəki etiketlərdə oxumaq olar. Bəs sənin gödəkçən hansı rəngdədir və dolğusu hansı materialdandır? Fikirlərinizi yazın, bölüşün.